Hörmətli müəllimlərimiz, hər birinizi salamlayırıq. Sonuncu təlimimizdə sizə söz verdiyimiz kimi biz bədii təfəkkürün inkişafı, nitq inkişafı, eyni zamanda savad təliminin inkişafı ilə bağlı yenə də vizual formada ə, material hazırladıq. Təbii ki, vizual materialı keçmədən öncə mən bununla bağlı, yəni bu üç proseslə bağlı sizə yenə öz bilgilərimi bölüşəcəm sizinlə. Və əlbəttə ki, məntiqi riyazi təfəkkürün inkişafına kifayət qədər yer ayırmışdıq. Ona görə daha çox bu üç hissəyə yenidən nəzər salmaq üçün qərar verdik. Və təbii ki, proseslər çərçivəsində, təlimimiz çərçivəsində məhz müəyyən məqamlarda deyək ki, bunu bəzən 2 dəfə də edə bilərik. Yəni, bizim üçün önəmli olan odur ki, müəllimlərimiz prosesi daha yaxşı, daha dərindən, daha mükəmməl qavraya bilsinlər. İndi isə keçid alırıq artıq prosesə. Hamımız bilirik ki, məktəbəqədər yaş dövrü insan həyatının ən mühüm inkişaf mərhələlərindən biridir. Məhz bu yaş dövründə uşağın şəxsiyyətinin təməli qoyulur. İlk sosial münasibətləri formalaşır, nitqi inkişaf edir, düşünmə bacarıqları zənginləşir, emosional dünyası genişlənir və gələcək təhsil həyatının əsasları yaradılır. Bu nöqteyi nəzərdən məktəbəqədər təhsil yalnız uşağı məktəbə hazırlayan mərhələ deyil, eyni zamanda onun hərtərəfli inkişafını təmin edən mühüm bir pedaqoji sistemdir. Və müasir təhsil yanaşmaları sübut edir ki, uşağın inkişafına ayrı-ayrı bacarıqlar prizmasından deyil, kompleks və inteqrativ yanaşmaq daha səmərəlidir. Yəni bütöv və əlaqələndirici şəkildə yanaşmaq daha səmərəli hesab olunur. Uşağın nitqi inkişaf etdikcə onun düşünmə imkanları genişlənir. Düşüncə inkişaf etdikcə isə təxəyyül və yaradıcılıq zənginləşir. Yaradıcılıq inkişaf etdikcə isə oxuya və yazıya hazırlıq prosesi daha uğurlu şəkildə formalaşır. Deməli, uşağın inkişaf sahələri bir-birindən ayrılmazdır və onlar qarşılıqlı şəkildə bir-birini dəstəkləyirlər. Məhz buna görə bugünkü təlimdə bir-biri ilə sıx əlaqədə olan 3 mühüm istiqaməti birlikdə nəzər salaraq öyrənəcəyik. Təlimin əlbəttə məqsədi sadəcə nəzəri biliklər təqdim etmək deyil. Əsas məqsəd bu biliklərin müəllimin gündəlik fəaliyyətində necə tətbiq oluna biləcəyini göstərmək, bununla yanaşı müasir metodika yanaşmalarını müzakirə etmək və uşaqların inkişafını daha səmərəli təşkil etmək və bu sahədə təbii ki, praktik tövsiyələr də nəzərdən keçirilməlidir. Bugün danışacağımız hər bir mövzu məktəbəqədər təhsil proqramının mühüm istiqamətlərindən biridir və uşağın gələcək inkişafına birbaşa təsir edir. Təlim boyunca nitqin inkişafının, bədii təfəkkürün inkişafının və savad təliminin inkişafının pedaqoji əsasları, onların qarşılıqlı əlaqəsi, müəllimin bu prosesdəki rolu və müasir metodik yanaşmalar haqqında ümumi təsəvvürlər formalaşdırmağa çalışacağıq. Bizim istədiyimiz ondan ibarətdir ki, bu yanaşma ilə müəllimlərdə situativ tipli testlərin daha asan şəkildə həll edilməsinə kömək etmək. Yəni onların bu sahəyə, bu istiqamətə olan belə deyək, təfəkkürünün daha da formalaşması üçün məhz biraz daha geniş məlumat verərək bu hissələrə toxunmuş olacaq. Ümid edirəm ki, bu təlim yalnız yeni məlumat əldə etməyimiz üçün deyil, eyni zamanda təcrübəmizi də zənginləşdirməyə, uşaqlarla işləyərkən istifadə etdiyimiz metodlara, yeni baxış formaları ortaya qoymağa kömək edəcək. Çünki hər bir müəllimin fəaliyyəti gələcək nəslin formalaşmasına təsir edir və məktəbəqədər təhsil məhz bu istiqamətdə uşaqların gələcəyini formalaşdırır. Və gəlin elə keçək mövzuya, birinci hissədən başlayaq. Birinci giriş hissədən sonra təbii ki, biz nitqin inkişafına keçid alacağıq. Danılmaz faktdır ki, məktəbəqədər yaş dövründə uşağın inkişafını bir-birindən ayrı istiqamətlər üzrə qiymətləndirmək heç də düzgün yanaşma olmazdı. Çünki uşağın idrak fəaliyyəti, emosional inkişafı, sosial bacarıqları və ünsiyyət qabiliyyəti qarşılıqlı şəkildə formalaşır. Bu inkişaf sahələri içərisində isə nitq xüsusi yer tutur. Nitq təkcə danışmaq üçün deyil, eyni zamanda uşağın düşünməsi, anlaması, öyrənməsi, ünsiyyət qurması və özünü ən əsası ifadə etməsinin ən mühüm vasitəsidir.
Buna görə də məktəbəqədər təhsil müəssisəsində nitqin inkişafı bütün təlim-tərbiyyə prosesinin ayrılmaz tərkib hissəsi kimi planlaşdırılmalıdır. Uşaq doğulduğu ilk andan ətraf mühitlə ünsiyyət qurmağa başlayır. Əvvəlcə mimika, jest, baxış və səslər vasitəsilə, daha sonra isə sözlər və cümlələrlə özünü ifadə etmiş olur. Deməli, nitqin inkişafı yalnız müəyyən yaş dövründən başlayan bir proses deyil, uşağın bütün inkişaf mərhələlərini əhatə edən davamlı bir inkişaf xəttidir. Və məktəbəqədər təhsil müəssisəsində müəllimin əsas vəzifələrindən biri bu təbii inkişaf prosesini düzgün istiqamətdə qurmaq, zəngin nitq mühiti yaratmaq və eyni zamanda uşaqların sərbəst ünsiyyət imkanlarını genişləndirməkdən ibarət olmalıdır. Müasir pedaqoji yanaşmalara əsasən nitqin inkişafı yalnız xüsusi məşğələ saatlarında həyata keçirilən o fəaliyyətlərlə məhdudlaşdırılmamalıdır. Əksinə, gün ərzində təşkil olunan bütün o fəaliyyətlər, yəni oyun, müşahidə, ekskursiya, bədii ədəbiyyatı mütaliəsi olsun, musiqi olsun, təsviri fəaliyyət olsun, konstruktiv oyunlar və gündəlik ümumiyyətlə ünsiyyət situasiyaları uşağın nitqinin inkişafı üçün geniş imkanlar yaratmalıdır. Və bu baxımdan müəllimin hər bir fəaliyyəti məqsədyönlü şəkildə planlaşdırılmış formada olmalı və bu istiqamətdə atılmalıdır addımlar. Çünki uşağın yeni söz öyrənməsi, fikrini ardıcıl ifadə etməsi və başqalarının nitqini anlaması yalnız məşğələ zamanı deyil, eyni zamanda təbii ünsiyyət mühitində də səmərəli şəkildə formalaşır. Nitqin inkişafı dedikdə yalnız söz ehtiyatının artırılması nəzərdə tutulmur. Bu proses uşağın düzgün tələffüz bacarıqlarını, rabitəli nitqini, dinləmə mədəniyyətini, fikirlərini məntiqi bir ardıcıllıqla ifadə etməsini və qarşılıqlı ünsiyyət bacarıqlarını da əhatə edir. Bu bacarıqlar sonrakı təhsil müəssisələrində, yəni belə deyək, ibtidai sinif olsun, daha sonrakı proseslərdə olsun, artıq bu məktəbəqədər təhsildə o qoyulmuş baza üzərində onlar inkişaf edir. Mənbələrdə də vurğulandığı kimi nitqin inkişafı uşağın idrac fəaliyyətindən ayrılmazdır. Uşaq ətraf aləmi tanıdıqca yeni anlayışlar əldə edir. Yeni anlayışlar qazandıqca isə onları ifadə etmək nitqdən birbaşa asılı olur. Bu qarşılıqlı əlaqə nəticəsində həm düşünmə bacarıqları, həm dil bacarıqları və bütün bunlar hamısı vəhdət halında paralel şəkildə inkişaf edir. Buna görə müəllim uşağa hazır cavab verməkdən daha çox onu düşünməyə sövq edən suallar verməlidir. Fikir bildirməsinə şərait yaratmalıdır və müxtəlif ünsiyyət situasiyalarını, yəni bu vəziyyətləri yaratmalı, qurmalı və təşkil etməlidir. Bu yanaşma uşağın nitqini daha təbii və daha davamlı şəkildə inkişaf etdirir. Nitqin inkişafında kitablarla tanışlıq və bədii mətnlərin dinlənilməsi mühüm yerə sahibdir. Lakin müasir metodik yanaşmada məqsəd sadəcə nağıl oxumaq deyil axı. Uşağın mətn üzərində düşünməsidir, hadisələr arasında əlaqə qurmasıdır, yəni inteqrasiyadır, öz fikirlərini sərbəst ifadə etməsini təmin etməkdir və müəllim uşaqlara hazır cavablar vermək yerinə onları düşündürən, fərqli baxış bucaqları formalaşdıran və dialoqa cəlb edən suallardan istifadə etməlidir. Bu cür fəaliyyətlər uşağın həm nitqini, həm də məntiqi düşünmə bacarığını inkişaf etdirir. Və beləliklə nitqin inkişafı məktəbəqədər təhsil sistemində uşağın hərtərəfli inkişafının əsas istiqamətlərindən biridir. Müəllimin yaratdığı zəngin nitq mühiti, məqsədyönlü metodik fəaliyyəti və uşağa göstərdiyi pedaqoji dəstək onun gələcək təhsil həyatının möhkəm və sarsılmaz təməlini formalaşdırır. Məhz bu möhkəm təməl üzərində uşağın yaradıcı düşünməsi, bədii təfəkkürü və gələcək savadlılıq bacarıqları da inkişaf etməyə başlayır. İndi isə gəlin nitqin inkişafından sonra belə deyək, digər mühüm istiqamətlərə nəzər salaq. Keçid alırıq digər slaydımıza. Burada görürsünüz ki, bədii təfəkkürün inkişafından söhbət gedir. Qeyd etdiyimiz kimi uşağın inkişaf sahələri bir-biri ilə sıx əlaqəlidir. Nitq
deyək ki, uşağın fikirlərini ifadə etməsinə imkan yaradırsa, bədii təfəkkür isə fikirlərə məna, obraz və yaradıcılıq qazandırır. Məhz buna görə də məktəbəqədər təhsil sistemində bədii təfəkkürün inkişafı yalnız rəsm çəkmək, mahnı oxumaq və ya nağıl dinləməklə məhdudlaşmır. Bu istiqamət uşağın dünyanı estetik baxımdan qavramasına, hadisələrə fərqli prizmalardan, fərqli rakurslardan yanaşmasına, təxəyyülünü sərbəst şəkildə ifadə etməsinə və yaradıcı düşünmə bacarığının formalaşmasına xidmət edir. Mənbələrdə də vurğulandığı, qeyd olunduğu kimi, bədii təfəkkür uşağın intellektual, emosional, sosial və eyni zamanda lingvistik, yəni danışıq inkişafını hərəkətə gətirən əsas idrak mexanizmlərindən biridir. Məktəbəqədər yaş dövründə uşaqlar ətraf aləmi yalnız gördükləri kimi qəbul etmirlər. Onlar əşyalara yeni məna verir, adi bir əşyanı başqa bir obraz kimi təsəvvür edir. Nağıl qəhrəmanları ilə özlərini eyniləşdirir və gündəlik hadisələri təxəyyüllərində yenidən qururlar. Və təbii ki, bu xüsusiyyət uşağın yaradıcı potensialının təbii göstəricisi hesab olunur. Müəllimin vəzifəsi isə həmin potensialı istiqamətləndirmək, uşağa hazır nümunələr təqdim etmək yerinə ona sərbəst düşünmək və yeni ideyalar yaratmaq üçün imkanlar yaratmaqdır. Bu baxımdan da, bu nöqteyi nəzərdən də müəllim dili götürən şəxs olmaqla yanaşı, eyni zamanda yaradıcı mühit formalaşdıran və uşağın təşəbbüslərini dəstəkləyən, alqışlayan fasilitator, yəni bələdçi rolunu da oynayır. Bədii təfəkkürün inkişafında bədii ədəbiyyat xüsusi əhəmiyyət daşıyır. Nağıllar, hekayələr, şeirlər və digər bədii nümunələr uşağın yalnız söz ehtiyatını zənginləşdirmir. Eyni zamanda onların emosional dünyasını genişləndirir. Empatiya, başqalarının dərdlərinə şərik olmaq hissini, onların ağrılarına necə deyirlər, ağırmaq hissini gücləndirir və müxtəlif həyat situasiyalarını dərk etməsinə yardımcı olur, kömək edir. Uşaq nağıl qəhrəmanlarının hisslərini anlamağa cəhd etdikcə, çalışdıqca hadisələrə fərqli, belə deyək, mərkəzlərdən, fərqli baxış bucağından yanaşmağı öyrənir. Bu isə gələcəkdə onun tənqidi, yaradıcı düşünmə bacarığının formalaşmasına birbaşa təsir edir. Bunlarla yanaşı bədii təfəkkür yalnız kitablarla işləməkdən ibarət olmamalıdır. Təsviri fəaliyyətlər olsun, musiqi olsun, dramatizasiya olsun, teatrlaşdırılmış oyunlar olsun, konstruktiv fəaliyyətlər və süjetli rollu oyunlar da uşağın daxili dünyasını ifadə etməsi üçün geniş imkanlar yaradır. Və yaradıcı fəaliyyət zamanı uşaq hazır nümunəni təkrarlamır. Əvəzində isə öz təxəyyülündə formalaşdırdığı obrazları müxtəlif vasitələrlə ifadə edir. Məhz bu proses onu müstəqil qərar vermə, problemi həll etmə və eyni zamanda yaradıcı düşünmə bacarıqlarını formalaşdırır, inkişaf etdirir. Müasir məktəbəqədər təhsil yanaşmalarında uşağın fəaliyyəti nəticədə, belə deyək də, daha çox proses baxımından qiymətləndirilməməlidir. Eyni zamanda, belə deyək, o hansı ki, biraz öncə qeyd etdiyimiz onlara verilən fəaliyyətlik, belə deyək, sərbəst fəaliyyət, müstəqillik, bu hər zaman artıq prosesdə, yəni təlim prosesində tətbiq olununca, onda müasir məktəbəqədər təhsil yanaşmalarında uşağın fəaliyyəti nəticədən daha çox proses baxımından qiymətləndirilir. Yəni, bunlar olduqdan sonra bu proses baş verir. Yəni, müəllim üçün əsas məqsəd uşağın hamı kimi eyni rəsm çəkməsi və ya eyni məhsul hazırlaması deyil, əsas məqsəd uşağın düşünmə prosesini müşahidə etmək, fərdi yanaşmanı dəstəkləmək və yaradıcılıq təşəbbüslərinə şərait yaratmaqdır. Hər bir uşağın fərqli təxəyyülə, fərqli estetik baxışa və eyni zamanda fərqli ifadə tərzinə malik olduğunu qəbul etmək müəllimin peşəkar fəaliyyətinin çox vacib prinsiplərindən biridir. Bu baxımdan inkişaf etdirici mühitin təşkili də böyük əhəmiyyət daşıyır. Yəni, cəmiyyətdə hər birimiz gözəl dərk edir, anlayırıq ki,
hər bir prosesdə, istər insanların dünya görüşündə, onların yaradıcılığında, dünyaya baxışında, zəkasında fərqli bucaqlar var. Və müəllim də o fərqli bucaqları, belə deyək, anlayaraq, dərk edərək o sərbəstliyi, o müstəqilliyi, həmin o, belə deyək, dünyamızın gələcəyi olan o uşaqlara, körpələrə aşılayırlar və bu istiqamətdə onları tərbiyələndirirlər. Sinif otağında da uşağın sərbəst şəkildə fəaliyyət göstərə biləcəyi, müxtəlif materiallardan istifadə edə biləcəyi, eksperiment, yəni təcrübə aparacağı və öz ideyalarını həyata keçirəcəyi mühit yaradıldıqda bədii təfəkkür daha təbii şəkildə inkişaf edir. Müxtəlif təbii materiallar, təsviri fəaliyyət vasitələri olsun, musiqi alətləri olsun, teatr atributları, kitab güşələri, bunların hamısı uşağın yaradıcılıq imkanlarını genişləndirən mühüm vasitələrdir. Və beynəlxalq təcrübəyə istinad etsək, yaradıcı mühitin uşağın inkişafında xüsusi rol oynadığını hər bir demək olar ki, belə deyək, etibarlı mənbədə buna rast gəlmək mümkündür. Beləliklə, bədii təfəkkürün inkişafı qənaətə gələ bilərik ki, uşağın yaradıcı potensialını üzərə çıxaran, onun emosional, estetik dünyasını zənginləşdirən, nitqini və düşünmə bacarıqlarını dəstəkləyən mühüm inkişaf istiqamətidir. Və məktəbəqədər təhsil müəssisəsində müəllimin əsas vəzifəsi uşağa hazır nümunələr təqdim etmək deyil, onun sərbəst düşünməsi, araşdırması, yaratması və özünü müxtəlif fəaliyyətlər vasitəsilə ifadə etməsi üçün əlverişli pedaqoji mühitin formalaşdırılmasıdır. Bu yanaşma uşağın gələcək təhsil mərhələlərində uğur qazanması üçün tanınmaz həqiqətdir ki, möhkəm bir zəmin, möhkəm bir baza, möhkəm bir bünövrə hazırlayır. İndi isə gəlin bu inkişaf zəncirinin növbəti mühüm halqası olan savad təliminin inkişafına keçid alaq. Ekranda görürsünüz. Biz nitqin inkişafı və eyni zamanda bədii təfəkkürün inkişafı haqqında ümumi danışarkən gördük ki, bu iki istiqamət uşağın hərtərəfli inkişafının vacib əsaslarını təşkil edir. Bu inkişaf zəncirinin növbəti mühüm həlqası isə bax, gördüyümüz bu savad təliminin inkişafıdır. Burada xüsusilə bir məqamı qeyd etmək, vurğulamaq istərdim ki, məktəbəqədər təhsil müəssisələrində savad təliminin məqsədi uşağa erkən yaşda oxu və yazını öyrətmək olmamalıdır və belə deyil. Əsas məqsəd uşağı gələcək oxu və yazı fəaliyyətinə mərhələ ilə sistemli və eyni zamanda psixoloji cəhətdən hazır vəziyyətə gətirməkdir. Və təbii ki, mənbələr də qeyd edir ki, müasir pedaqoji yanaşmalar savadlılığı məktəbdə başlayan formal proses kimi deyil, uşağın doğulduğu gündən etibarən inkişaf edən davamlı bir sistem kimi qiymətləndirməlidirlər. Bugün erkən savadlılıq anlayışı məktəbəqədər təhsil sistemində xüsusi yerə sahibdir. Erkən savadlılıq dedikdə yalnız hərflərin tanınması, sözlərin oxunması nəzərdə tutulmur. Bu anlayış uşağın zəngin nitq mühitində inkişaf etməsini, böyüməsini, kitablarla ünsiyyət qurma bacarığının zənginləşməsini, səsləri ayırd etmə bacarığının formalaşmasını, onların ümumiyyətlə sözlərin deyək ki, quruluşunu dərk etməsi, yazıya marağının artması və öz fikirlərini müxtəlif vasitələrlə ifadə etməsini əhatə edir. Yəni, savad və bu istiqamətdə atılan savad təlimi uşağın bütün inkişaf sahələri ilə qarşılıqlı əlaqədə formalaşmasını təmin edir və nitqin inkişafı ilə bədii təfəkkürün inkişafı da bu prosesin möhkəm təməli hesab olunur. Məktəbəqədər yaş dövründə uşaqlar ətraf aləmdə gördükləri yazılara, kitablara, işarələrə və simvollara maraq göstərməyə başlayırlar. Onlar böyüklərin kitab oxumasını müşahidə edir, müxtəlif hərfləri tanıyır, öz adını yazmağa cəhd edir və yazının müəyyən, belə deyək, məna daşıdığını dərk etməyə başlayırlar. Bu maraq dünyası, yəni uşaqlarda formalaşan bu maraq dünyası təbii inkişaf prosesinin bir hissəsidir və müəllim həmin marağı mütləq bilməli olaraq dəstəkləməlidir, lakin uşağı vaxtından əvvəl formal olan oxu, yazı fəaliyyətinə məcbur etməməlidir. Mənbələrdə qeyd olunduğu kimi,
Yəni, təbii ki, biz hər zaman mənbələri istinad edirik. Uşağın yaş xüsusiyyətlərinə uyğun olmayan yazı tapşırıqları onların həm fiziki, həm də deməli, emosional inkişafına birbaşa mənfi təsir göstərə bilər. Savad təliminə hazırlıq zamanı müəllimin diqqət yetirməli olduğu çox mühüm istiqamətlərdən biri də fonoloji şuurun inkişafıdır. Yəni, uşaq əvvəlcə danışıqda sözləri fərqləndirməyi, sözləri hecələrə ayırmağı, səsləri eşitməyi və onların yerini müəyyən etməyi öyrənir. Bu bacarıqlar gələcəkdə oxu prosesini, yəni uşağın gələcəyində oxu prosesini daha asan, daha ə, sadə şəkildə mənimsəməsinə kömək edir. Bununla yanaşı, yazıya olan hazırlıq prosesində uşağın əl və barmaq əzələlərinin inkişafı, demək, qrafomotor bacarıqlarının formalaşdırılması, göz-əl koordinasiyasının gücləndirilməsi də mühüm, təbii ki, əhəmiyyət daşıyır. Müxtəlif oyunlar, yaradıcı fəaliyyətlər, praktiki tapşırıqlar vasitəsilə bu bacarıqlar təbii şəkildə inkişaf etdirilə bilər və belə də bu proseslər həyata keçirilməlidir. Müasir yanaşmalar göstərir ki, savad təlimi yalnız masa arxasında keçirilən məşğələlərlə çərçivəyə salınmamalıdır. Bununla məhdudlaşmamalıdır. Oyunlarla, bədii ədəbiyyatın mütaliəsindən, sonra gündəlik ünsiyyətlə, təsviri fəaliyyətlə, musiqi ilə, digər bu kimi inteqrativ fəaliyyətləri də birləşdirərək uşağın erkən savadlılıq bacarığının inkişafına mühüm töhfələr verə bilərik. Müəllim bu fəaliyyətləri məqsədyönlü şəkildə planlaşdırdıqda uşaq həm öyrənə bilir, həm də öyrənmə prosesindən, belə deyək, zövq alır. Bu isə keçid mərhələsinin daha uğurlu və rahat olmasına birbaşa qapı açır, imkan yaradır. Burada valideynlərlə əməkdaşlıq da xüsusi yer tutur. Çünki mənbələrdə də qeyd olunduğu kimi ailədə kitab oxuma ənənəsinin formalaşdırılması, uşağın gündəlik həyatda yazı və kitablarla təbii şəkildə qarşılaşması, valideynin uşaqla birlikdə mütaliə etməsi və müxtəlif oyunlar vasitəsilə savadlılıq bacarıqlarının dəstəklənməsi məhz məktəbə hazırlıq prosesinə birbaşa müsbət təsir göstərir. Müəllim və valideyn hər ikisi, hər iki tərəf eyni məqsədə xidmət etdikdə uşağın inkişafı da daha sistemli və davamlı olacaqdır. Savad təliminin inkişafı uşağın gələcək təhsil həyatının əsasını təşkil edən mühüm istiqamətlərdən biri olduğunu əlbəttə hər birimiz qəbul edirik. Nitqin inkişafı, bədii təfəkkürün inkişafı və savad təlimi bir-birini tamamlayan vahid bir inkişaf sistemidir. Bu istiqamətlərin hər biri ayrı-ayrılıqda əhəmiyyətli olsa da, onların inteqrativ şəkildə həyata keçirilməsi, uşağın hərtərəfli inkişafına, məktəbə hazırlığının deməli gücləndirilməsinə və ömür boyu öyrənmə bacarıqlarının formalaşmasına xidmət edir. Məhz buna görə də məktəbəqədər təhsil müəssisəsində çalışan hər bir müəllim bu sahələrin qarşılıqlı inteqrativ əlaqəsini nəzərə almalı və təlim prosesini həmin prinsip əsasında qurmalıdır. Əlbəttə ki, bu proses çox mühüm bir prosesdir. Mən nəyə görə keçən dəfə məhz bunun əlavə olmasını da bildirdim. Çünki burada bu sahələrdə daha çox situativ tipli tapşırıqlara çox rast gəlinir. Ona görə də mən birinci müəyyən o hissələri, yəni ki, çünki həm situativ tipli testlər düşəcək deyə bu qənaətdəyik. Eyni zamanda təbii ki, deyək ki, o keçən dərsimizdə, məşğələmizdə qeyd etdiyimiz nüanslar üzrə düşə bilər. Ona görə hər ikisini biz bir dərsdə deyil, məhz iki istiqamətdə, belə deyək, təsniflandıraraq, qruplaşdıraraq keçirilməsini daha uyğun, daha məqsədə uyğun hesab etdik. Əlbəttə, mən ümumi fikirlərimi bildirdim, amma vizual formada təqdim edəcəyimiz demək, video görüntüyə də baxmağa sizi dəvət edirəm və bununla sizinlə bugün yenə sağollaşıram və həftə içərisində yenidən təlimlərimizdə görüşmək ümidi ilə hər birinizə uğurlar arzu edirəm. Sağ olun, salamat qalın. Salam, hörmətli müəllimlər. Bugünkü peşəkar inkişaf təlimimizə xoş gəlmisiniz. Bu təlimdə məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafını təmin edən 3 mühüm istiqaməti ətraflı araşdıracağıq.
Təlimimizin ilk hissəsi məktəbəqədər təhsil müəssisələrində nitqin inkişafı mövzusuna həsr olunub. Təlimimizin gündəliyinə qısaca tanış olaq. Biz nitqin pedaqoji mahiyyəti, onun əsas komponentləri, yaş qrupları üzrə inkişaf xüsusiyyətləri, interaktiv və dialoji mütaliə, monoloji nitqin formalaşması və sonda müəllimin rolu ilə məktəbə hazırlıq prosesi barədə danışacağıq. Birinci bölüm, nitqin pedaqoji mahiyyəti. Bilirsiniz, çox vaxt nitq deyəndə ağlımıza dərhal sadəcə səslərin, hecaların və ya sözlərin tələffüzü gəlir. Amma gəlin məsələyə biraz fərqli, daha dərin pedaqoji pəncərədən baxaq. Əslində, nitqin inkişafı dedikdə biz uşağın kognitiv, emosional və sosial şəxsiyyətinin bütövlükdə hərtərəfli formalaşmasından bəhs edirik. Yəni biz uşağa sadəcə danışmağı öyrətmirik. Xeyr, biz ona ətraf aləmi dərk etmək, insanlarla sağlam canlı əlaqələr qurmaq və ən əsası öz daxili dünyasını kəşf etmək üçün mühüm bir alət, bir açar veririk. Uşağın öyrəndiyi hər yeni söz onun beynində tamamilə yeni bir neyron şəbəkəsinin oyanması, yeni bir düşüncə qapısının açılması deməkdir. Məhz bu səbəbdən nitq uşağın ümumi inkişafının mühərrikidir, hərəkət verici qüvvəsidir. Təsəvvür edin, o ilk növbədə uşağın idrak sistemini və refleksiyasını işə salır. Məsələn, uşaq öz mənini necə dərk edir? Məhz nitq vasitəsilə uşaq öz şəxsiyyətini, mənliyini, istəklərini sözlərlə ifadə etdikcə kim olduğunu anlamağa başlayır. Eyni zamanda nitqin emosional inkişafla inanılmaz dərəcədə güclü bağı var. O, empatiyanı oyadır. Uşaq sözlər vasitəsilə nəinki öz duyğularını anlamağı və idarə etməyi öyrənir, həm də qarşısındakı yoldaşının, müəlliminin, valideyninin hisslərinə şərik olmağı bacarır. Hətta uşağın məkanda və zamanda istiqamət tapması, yəni sensor-motor orientasiyası belə birbaşa dil anlayışlarının mənimsənilməsi ilə tənzimlənir. İkinci bölüm, nitqin əsas komponentləri. Nitqin bu qədər dərin təsiri olduğunu bildikdən sonra, təbii ki, onun hansı təməl daşlarından qurulduğunu anlamaq lazımdır. Bu proses əslində böyük və maraqlı bir puzzla bənzəyir. Birinci təməl daşımız lüğət ehtiyatının zənginləşdirilməsidir. Lakin burada çox vacib, incə bir pedaqoji nüans var. Uşaq hər hansı bir sözü fəal şəkildə istifadə etməzdən əvvəl onu mütləq anlamalıdır. Yəni, əvvəlcə passiv lüğət formalaşır, daha sonra o aktiv nitqə keçir. Uşaq mənasına varmadan sözü mexaniki əzbərləyirsə, bu inkişaf deyil. İkinci komponent səs mədəniyyəti və fonometik qavrayışdır. Üçüncüsü isə dilin arxitekturası olan qrammatik quruluş, yəni morfologiya və sintaksisin qurulmasıdır. Nəhayət, bütün bu elementlərin birləşərək yaratdığı möhtəşəm mənzərə rabitəli nitqdir. İstər dialoq zamanı, istərsə də monoloq şəklində. Baxın, bu komponentlərin içərisində xüsusilə diqqət yetirməli olduğumuz çox həlledici bir mərhələ var. Fonoloji şuur. Fonoloji şuur uşağın gələcək savad təliminin mütləq, sarsılmaz bir növrəsidir. Bəs bu nədir? Bu, uşağın şifahi dildəki səsləri eşitmək, onları bir-birindən fərqləndirmək və səslərlə manipulyasiya etmək bacarığıdır. Niyə bu qədər vacibdir deyə soruşa bilərsiniz? Çünki əgər uşaq səsləri aydın seçə bilirsə, gələcəkdə məktəbdə hərfləri, yəni o qrafik simvolları öyrənəndə, onları səslərlə heç bir çətinlik çəkmədən, stres yaşamadan əlaqələndirəcək. Sözü hecalara, hecanı səslərə ayırmaq bacarığı yoxdursa, tam dəyərli və rəvan oxu prosesindən danışmaq sadəcə qeyri-mümkündür. Dilin qrammatik quruluşunun formalaşması isə bizdən xüsusi pedaqoji həssaslıq tələb edən başqa bir sahədir. Bayaq dediyim kimi, əgər lüğət ehtiyatı dilin tikinti materialları, kərpicləridirsə, qrammatika həmin kərpicləri bir yerdə tutan sement, bütöv bir memarlıqdır. Biz müəllimlər uşaqlara bu mürəkkəb qrammatik formaları birdən-birə yox, tədricən oyunlar və məşğələlər vasitəsilə təqdim etməliyik. Onları sadə cümlələrdən daha mürəkkəb, məntiqi konstruksiyalara doğru yavaş-yavaş yönləndirməliyik. Və burada ən vacib qayda, uşaq səhv danışanda onu sərt şəkildə dayandırıb düzəltmək əvəzinə doğru modeli, canlı, təbii cümlə içində özümüz nümayiş etdirməliyik. Uşaq düzgün formanı eşidərək mənimsəməlidir, qorxuyla yox. Üçüncü bölüm. Yaş qrupları və yaş üzrə inkişaf dinamikası. Uşağın körpəlikdən məktəbə qədər dövrün sonuna kimi qət etdiyi yol sözün əsl mənasında bir təkamül prosesidir. 1-3 yaş dövrünü götürək, bu dövr güclü emosional ünsiyyət zamanıdır. Uşağın lüğətində hardasa 300-ə qədər söz olur və o əsasən öz mənini kəşf edir. Amma 3-5 yaş aralığına gəldikdə, bax burada əsl lüğət partlayışı baş verir. Sözlərin sayı sürətlə 1500-ə qədər sıçrayış edir.
Bu yaşda nitq birbaşa uşağın sensor motor, yəni hərəkət və duyğu fəaliyyəti ilə sıx bağlanır. 5-6 yaş, yəni artıq məktəbə qədər hazırlıq dövründə isə uşaq nəinki gördüklərini sadalayır, o artıq gələcəkdə edəcəklərini planlaşdırır, səbəb-nəticə əlaqələri qurur, mürəkkəb sintaksisdən istifadə edərək bütöv ardıcıl hekayələr danışmağa başlayır. Bu xronoloji inkişafı biz təkcə şifahi dildə yox, həm də uşağın əl motorikasında, yazıya hazırlığında da aydın görürük. Məsələn, 3-4 yaşında cızma-qara mərhələsində olan uşaq karandaşı necə tutur? Bütöv ovcu ilə, elə deyilmi? Bu mərhələdə bizim strategiyamız uşağı parta arxasında oturdub formal yazı yazdırmaq deyil. Qətiyyən. Biz ona barmaq boyaları, gil, plastilin verməliyik. 4-5 yaşda artıq bilək idarəsi formalaşmağa başlayır. Burada qum üzərində yazı, müxtəlif formalarla oyunlar işə düşür. Və nəhayət 5-6 yaşda 3 barmaq, yəni düzgün tripod tutuşu sabitləşir və səs-simvol əlaqəsi qurulur. Ən çox diqqət etməli olduğumuz məqam odur ki, biz bu təbii prosesi qabaqlamamalıyıq. Uşağı vaxtından əvvəl mürəkkəb akademik yazıya, sətir doldurmağa məcbur etmək onun həm fiziki inkişafına zərər verir, həm də öyrənməyə qarşı ciddi stres və nifrət yaradır. 4-cü bölüm. İnteraktiv və dialoji mütaliə texnikaları. Müəllimlər, kitab oxu saatlarında biz pedaqoji yanaşmamızda çox böyük bir paradigma dəyişikliyi etməliyik. Ənənəvi qaydada necə olur? Müəllim keçir oturur qarşıda, kitabı ucadan oxuyur, uşaqlar isə sakitcə, passiv şəkildə qulaq asırlar. Lakin bugünün tələbləri fərqlidir. Dialoji mütaliə zamanı biz kitabı uşaqlara oxumuruq, biz kitabı uşaqlarla birlikdə oxuyuruq. Fərqi hiss edirsiniz? Müəllim mütəmadi olaraq hekayəni dayandırır, istiqamətləndirici suallar verir və uşağı hekayənin içinə çəkir. Beləcə, uşaq passiv dinləyicidən nağılın aktiv həmmüəllifinə çevrilir. Məhz bu aktivlik uşağın təxəyyülünü inkişaf etdirən, nitqini açan ən güclü pedaqoji mexanizmdir. Dialoji oxunun çox gözəl və sadə addımları var. Birincisi, tamamlamadır. Məsələn, cümləni oxuyursunuz və son sözü havada saxlayırsınız, uşaq onu tamamlayır. İkincisi, xatırlamadır. Uşağın diqqətini yoxlamaq üçün əvvəlki səhifələrdə nə baş verdiyini soruşursunuz. Üçüncüsü və bəlkə də ən güclü vasitə açıq suallardır. Səncə qəhrəman indi nə edəcək? Niyə o belə etdi? Bu suallar uşağı tək cavablı şablonlardan xilas edir. Dördüncüsü, hadisənin detallarını dəqiqləşdirən xüsusi suallardır və ən nəhayət həyatla əlaqələndirmə. Hekayəni uşağın öz reallığına, öz təcrübəsinə bağlamaq. Sənin də heç belə oyuncağın itibmi? Onda nə hiss etmişdin? Bu, uşaqda möhtəşəm bir empatiya bağı yaradır. 5-ci bölüm. Monoloji nitq və onun tətbiqi. Monoloji nitq uşağın fərdi idrakının ən yüksək zirvəsidir. Baxın, dialoq olanda uşaq bizim verdiyimiz suallara cavab verir, yəni bizdən ona kömək gəlir. Amma monoloq zamanı o tamamilə müstəqil olmalıdır. Fikri özü planlaşdırmalı, ardıcıllığı qurmalı, cümlələri qrammatik cəhətdən düzgün bir-birinə bağlamalı və bütöv bir məzmun yaratmalıdır. Bu, bir uşaq beyni üçün inanılmaz dərəcədə mürəkkəb bir kognitiv prosesdir. Ona görə də biz birdən-birə uşaqdan kamil bir monoloq gözləyə bilmərik. Bu, oyun zamanı mızıldanaraq öz-özünə danışmaqdan başlayır, yavaş-yavaş hadisələri nəql etməyə, daha sonra isə məntiqi mühakimə yürütməyə doğru inkişaf edir. Uşaqları bu cür mürəkkəb təfəkkür fəaliyyətlərinə, xüsusən də savad təliminə hazırlamaq üçün möhtəşəm metodlarımız var. Bunlardan biri Elbogonin səs sxemi metodudur. Bu metod əsl kəşfdir. Niyə? Çünki səs uşaq üçün gözlə görünməyən, əllə tutulmayan tamamilə mücərrəd bir anlayışdır. Biz bu metodda uşağa bir şəkil və şəklin altında səs sayına uyğun boş damalar veririk. Uşaq sözü tələffüz etdikcə hər səs üçün dama içərisinə fərqli rəngdə, məsələn, saitlər üçün qırmızı, samitlər üçün mavi, çiplər qoyur. Nəticədə nə baş verir? Mücərrəd olan səs strukturu gözlə görünən, əllə toxunula bilən konkret, vizual bir sxemə çevrilir. Uşaq sözün səs arxitekturasını sanki öz əlləri ilə inşa edir. 6-cı bölüm müəllimin rolu və məktəbə hazırlıq. Əziz həmkarlar, bütün bu sadaladığımız proseslərdə bizim, yəni müəllimlərin rolu əvəzsizdir. Biz uşağın gələcək akademik həyatının memarları yox.
Bizim işimiz uşağı informasiyalar yükləmək, ona yalnız nələrisə əzbərlədib sonra qiymətləndirmək deyil. Biz kəşf yolunda uşaqla bərabər hüquqlu tərəfdaş olmalıyıq. Biz elə bir interaktiv mühit yaratmalıyıq ki, təlim prosesi stresli bir vəzifəyə yox, maraqlı, cəlbedici bir oyuna çevrilsin. Düzgün seçdiyimiz bu pedaqoji addımlar uşağı həddən artıq və vaxtından əvvəl akademik yüklənmədən qoruyur. Hətta gələcəkdə yarana biləcək oxu və yazı çətinliklərinin, disleksiya və disqrafiya kimi halların qarşısını bəri başdan alır. Bizim ən böyük missiyamız uşağın daxili öyrənmə həvəsini, o təbii motivasiyanı qorumaq və onu məktəbə sevgi ilə hazırlamaqdır. Gördüyünüz kimi, uşağın məktəbdəki təyin uğurları, gələcəkdə cəmiyyətdə güclü və sağlam bir şəxsiyyət kimi formalaşması birbaşa bizim məktəbəqədər dövrdə qurduğumuz bu nitq təməlindən asılıdır. Beləliklə, nitqin inkişafı uşağın ümumi inkişafının əsas istiqamətlərindən biridir və sonrakı inkişaf sahələrinin formalaşmasına birbaşa təsir göstərir. Növbəti hissədə isə bu inkişafın yaradıcı tərəfini təşkil edən bədii təfəkkürün inkişafı haqqında ətraflı danışacağıq. Təlimin bu hissəsini izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Nitqin inkişafı ilə bağlı əsas metodik yanaşmaları artıq ətraflı nəzərdən keçirmişik. İndi isə diqqətimizi uşağın yaradıcı düşüncəsinin formalaşmasında tamamilə mərkəzi rol oynayan bir mövzuya, bədii təfəkkürün inkişafına yönəldirik. Bilirsiniz, biz bəzən məktəbəqədər yaş dövründə bədii təfəkkürü sadəcə rəsm çəkmək, rəngləri tanımaq və ya mahnı oxumaq kimi bəsit bir fəaliyyət hesab edirik. Sanki incəsənət yalnız estetik bir həzdir. Amma əslində bu uşağın intellektual, emosional, sosial və dil inkişafını formalaşdıran ən əsas hərəkət verici qüvvədir. Uşaq dünyanı, ətrafındakı insanları və hadisələri məhz bu təfəkkür vasitəsilə dərk edir. O, ətraf aləmi sadəcə cansız obyektlər toplusu kimi deyil, dərin mənalar və mürəkkəb münasibətlər sistemi kimi görür. Təsəvvür edin, uşağın idrak aparatı məhz incəsənətin, o bədii obrazların dili ilə dünyanı təhlil etməyə və öz fərdi münasibətini formalaşdırmağa başlayır. Yaxşı, gəlin bu məsələnin biraz dərinliyinə varaq. Bu mürəkkəb kognitiv, psixoloji prosesin təməlində iki dahi alimin, Lev Vygotsky və Jean Piaget'in konseptual yanaşmaları dayanır. Vygotsky bizə deyir ki, uşağın təxəyyülü qətiyyən havadan götürülmüş, yoxdan var olan fantastik bir uydurma deyil. Əksinə, bu uşağın real həyatda yaşadığı təcrübələrin beynində, daxili dünyasında kombinasiyalı şəkildə yenidən qurulması prosesidir. Yəni o, gördüyünü və eşitdiyini tamamilə yenidən emal edir. Piaget isə diqqətimizi başqa bir möhtəşəm məqama, mental təmsilçiliyə, yəni simvolik funksiyaya yönəldir. Obyekt fiziki olaraq otaqda, gözünün qabağında olmasa belə, uşaq bədii təfəkkür vasitəsilə həmin obyektləri, hadisələri daxili mental planda çox aydın canlandıra bilir. Və nəticə nə olur? Uşaq bədii obrazların daxili aləminə nüfuz edərək çox güclü, təbii bir emosional rezonans, yəni əsl empatik qavrayış yaşayır. Bəs bu psixoloji mexanizm reallıqda necə işləyir? Təsəvvür edin ki, söhbət uşağın sadəcə sakitcə oturub bir nağılı dinləməsindən getmir. Bu, zəncirvari ardıcıl bir dövrədir. Hər şey məhz estetik təcrübənin toplanması ilə başlayır. Uşaq bir bədii mətni dinləyir və ya bir sənət əsərinə baxır, dərhal da anlama mərhələsinə keçid edir. Baxın, məhz bu anlama uşaqda o dediyimiz emosional rezonans oyadır. O, qəhrəmanı acıyır, onunla birgə sevinir və ya həyəcanlanır. Və ən həlledici, dördüncü addım. Bu təəssüratlar heç vaxt elə-belə havada qalmır. Onlar mütləq hansısa bir yaradıcı fəaliyyətdə öz əksini tapmalıdır. Uşaq həmin o hissləri ya dərhal rəsmə tökür, ya gildən bir fiqur düzəldir, ya da o nağılın davamını tamamilə öz təxəyyülü ilə uydurub danışmağa başlayır. Öyrənməni bu qədər qalıcı və davamlı edən mexanizm də elə məhz budur. Yaş dinamikası və inkişaf mərhələləri. Gəlin irəliləyək və görək ki, bu proses fərqli yaşlarda necə mərhələli şəkildə inkişaf edir. Hər şey 1-3 yaş dövründə o cəld əyani əməli mərhələdə başlayır. Harda ki, uşaq mütləq şəkildə obyektlərlə fiziki manipulyasiya etməlidir. O toxunmalı, hiss etməli, əşyanı dadmalıdır. Sonra 3-5 yaşa doğru tamamilə yeni bir pəncərə açılır. Əyani obrazlı təfəkkür. Artıq o obyekt göz önündə olmasa da olar, çünki obraz uşağın beynində artıq yaşayır və o, süjet xəttini rahatlıqla izləyə bilir. Nəhayət gəlib çatırıq 5-7 yaş dövrünə. Bu artıq məntiqi bədii mərhələdir. Uşaq burada sadəcə hekayəni dinləmir, hadisələr arasındakı səbəb-nəticə əlaqələrini, mürəkkəb metaforaları və mücərrəd rəmzləri anlamağa başlayır. Bu həqiqətən böyük bir sıçrayışdır. Məsələn, 3-4 yaşlı uşaqları kiçik qrupu göz önünə gətirin. Bu yaşda uşaqların düşüncəsi bütövdür, yəni sinkretik və tamamilə emosionaldır. Buradakı təxəyyül əsas etibarilə reproduktiv xarakter daşıyır. Nə deməkdir bu?
Yəni uşaq eşitdiyini, gördüyünü olduğu kimi təqlid edərək təkrarlamağa çox meyllidir. Digər tərəfdən onlar səsin ritminə, intonasiyaya, musiqiyə qarşı inanılmaz dərəcədə həssasdırlar. Məhz buna görə də biz müəllimlərin funksiyası burada sadəcə quru məlumat vermək ola bilməz. Müəllim həmin an uşaq üçün canlı bir emosional model olmalıdır. Sizin oxuduğunuz ekspressiv nağıllar, ritmik laylalar, oxşamalar, bütün bunlar uşağın emosional dünyasını oyatmaq üçün sahib olduğumuz ən güclü, ən təsirli pedaqoji alətlərdir. Bəs uşaqlar 4-5 yaşına çatanda, hər şey böyük bir maraqla sorğulamağa başlayanda, o məşhur niyə, harada, bəs bu nə üçün belə oldu sualları ortaya çıxanda əslində nə baş verir? Bilirsiniz, bu suallar sadəcə uşağın kəşf etmə marağı deyil. Bu, əslində, təxəyyülün reproduktiv mərhələdən məhz produktiv, yəni yaradıcı mərhələyə keçməsinin ən gözəl, ən bariz sübutudur. Uşaq artıq sadəcə eşitdiyini təkrarlamaq istəmir. O, hadisələrin arxasında duran səbəbləri görməyə, qəhrəmanların daxili motivlərinə nüfuz etməyə can atır. Məktəbə hazırlıq qrupuna, yəni 5-6 yaş dövrünə gəldikdə isə tamamilə fərqli və yetkin bir mənzərə ilə qarşılaşırıq. Burada bədii təfəkkür artıq xeyli sərbəstləşib və analitik bir xarakter alıb. Bu uşaqlar mətndəki gizli mənaları, sadə məcazları sərbəst şəkildə tuta bilirlər. Fikir verin, onlar təkcə nağılı dinləmirlər. Dərhal alternativ sonluqlar uydururlar, personajların doğru və ya yanlış hərəkət etdiyini özləri müstəqil şəkildə qiymətləndirirlər. Bax, elə bu nöqtədə müəllim o diktə edən rəhbər rolundan çıxmalıdır. Biz uşağın müstəqil fikirlərini dəstəkləyən, onunla bərabər hüquqlu bir tərəfdaşa, əsl fasilitatora çevrilməliyik. Yaradıcılıq və oyun texnologiyaları. Təbii ki, bizim haqqında danışdığımız bu mürəkkəb koqnitiv inkişaf sərt və formal bir mühitdə baş verə bilməz. Məktəbə qədər dövrdə bilirik ki, həyatın mərkəzində oyun dayanır. Bədii təfəkkür də, yaradıcılıq da ən yüksək nöqtəsinə məhz oyunlarla çatır. Uşaqların gündəlik oynadığı o süjetli rol oyunlarını xatırlayın. Götürək elə restoran oyununu. Bəzən kənardan baxanda elə görünür ki, uşaqlar sadəcə şənlənir, vaxt keçirirlər. Amma gəlin prosesin içinə baxaq. Uşaq əlinə qələm alıb cızmaqaralarla nəsə bir menyu yazmağa çalışanda, onun erkən yazı bacarığı, yəni qrafomotorikası işə düşür. Digər uşaq o menyunu alıb özündən uydurub oxuyanda, vizual oxu bacarıqları formalaşır. Görürsünüz, bu məcburi bir dərs deyil, amma gələcək savad təliminə mükəmməl bir hazırlıqdır. Eynilə kukla teatrı, kölgə oyunları onların nitq intonasiyasını itiləyir. Səs zənciri, səs ovçusu kimi didaktik oyunlar isə fonoloji şuuru elə təbii inkişaf etdirir ki, uşaq səsləri, hərfləri oynaya-oynaya heç bir gərginlik olmadan mənimsəyir. Bunu daha aydın təsəvvür etmək üçün nağıl məhkəməsi metodunu mütləq qeyd etməliyəm. Çünki bu həqiqətən də möhtəşəm bir yanaşmadır. Təsəvvür edin ki, uşaqlar qırmızı papaq nağılındakı qurdu bir araya gəlib mühakimə edirlər. Uşaqların bəzisi qurda haqq qazandırmaq üçün min cür səbəb gətirir, digərləri isə onu kəskin şəkildə qınayır. Bu metod niyə bu qədər güclüdür? Çünki uşaq burada passiv dinləyici deyil. O, qəhrəmanın hisslərini təhlil etməyə, motivini tapmağa və ən əsası öz fikrini müdafiə etmək üçün beynində yeni sözlər, arqumentlər axtarmağa məcbur olur. Bu sadəcə bir oyun deyil. Bu, uşaqlarda eyni anda həm tənqidi düşüncəni, həm emosional intellekti, həm də nitqin zənginliyini stimullaşdıran inanılmaz bir texnikadır. Estetik tərbiyə və incəsənət. Burada həqiqətən də çox maraqlı bir məqam var. Beynəlxalq təcrübələr uşağın mühitlə necə ünsiyyət qurmasına tamam fərqli pəncərələrdən yanaşır. Məsələn, İtalyan mənşəli Reggio Emilia yanaşması. Onların məşhur 100 dil konsepsiyası var. Bu yanaşma deyir ki, uşaq daxili dünyasını təkcə sözlə ifadə etməyə məcbur deyil. O, rənglərlə, qumla, gillə, hətta bir kölgə oyunu ilə də öz hekayəsini yarada bilər. Digər tərəfdə isə Waldorf pedaqogikasını görürük. Onlar nə edir? Fabrik istehsalı, səsküylü plastik oyuncaqları tamamilə kənara qoyurlar. Uşaqlar yalnız ağac, yarpaq, yum kimi təbii materiallarla işləyirlər. Ən cəlbedici tərəfi isə odur ki, Waldorfda nağıllar hazır şəkilli kitablardan oxunmur, tamamilə şifahi hekayə formasında danışılır. Niyə? Çünki istəyirlər ki, uşağın daxili təxəyyülü rəssamın çəkdiyi o hazır şəkildəki qəlibə düşməsin. Qoy hər bir uşaq o qəhrəmanı öz xəyalında tamamilə unikal, özünə məxsus bir formada canlandırsın. Bizim öz milli pedaqoji mühitimizə, reallığımıza gəldikdə isə, bu cür qabaqcıl metodologiyalar bizim son dərəcə zəngin şifahi xalq ədəbiyyatımızla necə də gözəl həmahəng olur. Fikir verin, Cırdan, Tıq-Tıq xanım, Məlik Məmməd kimi doğma personajlarımız ətrafında qurduğumuz fəaliyyətlər sadəcə vaxt keçirmək deyil. Bu obrazlar uşaqda böyük bir emosional bağlılıq, estetik zövq yaradır və ən vacibi, çox kiçik yaşlarından onların milli mədəni kimliyini, öz köklərinə bağlılığını formalaşdırır.
müəllimin metodik rəhbərliyi. Bütün bu möhtəşəm metodların və oyunların uğurla həyata keçməsi üçün bir dənə açar məqam var, o da müəllimin düzgün müdaxiləsidir. Praktikada rastlaşdığımız ən böyük, ən təhlükəli risk amili müəllimin diktator kimi çıxış etməsidir. Təsəvvür edən müəllim uşağa sərt şəkildə deyir: "Yox, sən gözünü yalnız mavi rəngdə çəkməlisən. Dovşan yalnız ağ olmalıdır." Bu hazır, şablon fikirlərin uşağa bu cür məcbur qəbul etdirilməsi, inanın mənə, uşağın yaradıcılıq qığılcımını elə o saniyə boğur və öldürür. Təşəbbüskarlıq itirir, amma fasilitator rolunda olan müəllim heç vaxt belə qəti çərçivələr qoymur. Uşaq gözünü qırmızı çəkib, əla. Fasilitator müəllim dərhal yanlış olduğunu demir. O sadəcə yanaşır və soruşur ki, niyə qırmızı seçdin? Orada nə baş verir? Uşağı o qeyri-şablon, orijinal fikrini əsaslandırmağa, öz həll yolunu tapmağa ruhlandırır. Bəs biz bu yanaşmanı gündəlik praktikamızda necə sistemləşdirməliyik? İdeal proses üçün əlimizdə 3 əsas alət var. Birincisi, planlaşdırmamız mütləq mövzu əsaslı, yəni integrativ olmalıdır. Bədii fəaliyyət, motorika, savad təlimi ayrı-ayrı adalarda yox, bir mövzu daxilində tam bir-biri ilə bağlı şəkildə verilməlidir. İkincisi, mühitimiz multisensor olmalıdır. Məlumat uşağa təkcə qulaqla deyil, bütün duyğu orqanlarına xitab edən oyun və hərəkət vasitəsilə ötürülməlidir. Uşaq dərsi hiss etməlidir. Və üçüncüsü, bəlkə də ən vacibi, formativ qiymətləndirmə bu proses daxilində məhz uşağın sərbəst oyunu zamanı aparılmalıdır. Burada qızıl qayda budur. Uşağın səhvi cəza obyekti deyil. Səhv öyrənmənin çox təbii, hətta deyərdim ki, çox faydalı bir mərhələsidir və yalnız növbəti addımı düzgün atmaq üçün istifadə olunmalıdır. Elə bu fasilitator yanaşmasının məntiqi davamı olaraq şəkillər üzrə iş metodikasına baxaq. Adətən nə edirik? Bir illüstrasiya göstərib, burada nə görürsən deyirik. Amma bu kifayət deyil. Uşağın yaradıcı təfəkkürünü işə salmaq üçün o dayanmadan verilən niyə? Səncə o personaj orada özünü necə hiss edir? Bəs səncə 5 dəqiqə sonra nə baş verəcək? Kimi mühakimə tələb edən suallar verməliyik. Məhz bu cür dərin suallar uşağın qurduğu o sadə hekayəni zənginləşdirir. Ora məntiqi elementlər daxil edir. Bu sualların hesabına uşaq vəziyyəti təhlil edir, rabitəli nitqini formalaşdırır və beləliklə həm nitq, həm də bədii təfəkkür sinxron olaraq bir-birini dəstəkləyərək inkişaf edir. Ailə ilə tərəfdaşlıq. Əlbəttə ki, bizim böyük bir zəhmətlə bağçada qurduğumuz bu ecazkar öyrənmə mühiti yalnız bağça divarları arasında qalıb bitməməlidir. Valideynlər bu inkişaf prosesində kənardan durub sadəcə məlumat gözləyən passiv müşahidəçilər deyillər. Onlar bizim ən fəal şəriklərimiz, tərəfdaşlarımızdır. O bədii təfəkkürün və xüsusən də savad təliminin köklənməsi üçün ev mühiti mütləq dəstəkləyici olmalıdır. Evdə birgə kitab oxuma saatları, bağçada öyrəndikləri o səs, hecə oyunlarının evdə valideynlə birgə təkrarı çox önəmlidir. Bağça və ailə tandemi nə qədər güclü olarsa, inanın ki, o körpənin qazandığı bacarıqlar da bir o qədər qalıcı və sarsılmaz olacaq. Beləliklə, bədii təfəkkürün inkişafı uşağın yaradıcı potensialının üzə çıxarılmasına və şəxsiyyət kimi formalaşmasına mühüm töhfə verir. Nitq və bədii təfəkkür birlikdə uşağın gələcək öyrənmə fəaliyyətinin əsasını təşkil edir. Növbəti hissədə isə bu inkişafın məntiqi davamı olan məktəbəqədər təhsil müəssisələrində savad təliminin inkişafını ətraflı nəzərdən keçirəcəyik. İndiyə qədər biz sizinlə məktəbəqədər təhsil müəssisələrində nitqin inkişafı və bədii təfəkkürün inkişafı mövzularını çox ətraflı təhlil etmişik. Birlikdə gördük ki, nitq uşağın sadəcə ünsiyyətini deyil, həm də birbaşa düşünməsini formalaşdırır. Bədii təfəkkür isə onun yaradıcılığını, təxəyyülünü, ətrafı aləmə olan estetik baxış bucağını inanılmaz dərəcədə zənginləşdirir. İndi isə tamamilə təbii bir keçid edirik. Bütün bu sadaladığımız bacarıqların məntiqi davamı olan uşaqların idrak inkişafında xüsusi yer tutan məktəbəqədər təhsil müəssisələrində savad təliminin inkişafı mövzusunu dərindən araşdıracağıq. Gəlin görək, bu proses əslində necə baş verir? Bilirsiniz, savad təlimi deyəndə, təəssüf ki, bəzən ilk ağla gələn mənzərə uşaqları part arxasında ələşdirib, hərfləri mexaniki şəkildə yorucu bir təzdə əzbərlətmək olur. Lakin biz təcrübəli mütəxəssislər olaraq çox yaxşı bilirik ki, bu kökündən yanlış və zərərli yanaşmadır. Məktəbə qədər yaş dövründə savad təliminin məqsədi heç də uşağı birbaşa süni şəkildə oxuyub yazmağa məcbur etmək deyil. Bizim qarşımızda duran əsas pedaqoji sual budur. Biz uşaqları o sərbəst şifahi ünsiyyət və yaradıcı təxəyyül aləmindən, oxu və yazının bu strukturlaşdırılmış, sistemli, qaydalı
qaydalarla dolu dünyasına necə keçirməliyik? Özdə elə etməliyik ki, onların öyrənmə motivasiyası qırılmasın. Psixofizioloji baxımdan bu mürəkkəb prosesə tam hazır olsunlar. Məhz bugünkü müzakirəmizin ana xəttini bu sualın cavabı təşkil edəcək. Bu pedaqoji səyahətimizi necə quracağımıza qısaca nəzər salaq. Biz konseptual əsaslardan başlayacağıq, oradan oxuya və yazıya hazırlığın görünməyən incəliklərinə keçəcəyik. Təlim prosesində istifadə edəcəyimiz metodologiyaları, fəaliyyətimizdə buraxılan bəzi tipik səhvləri müzakirə edib, yekunda öyrənməni ev mühitinə, ailə əməkdaşlığına necə daşıyacağımıza baxacaq və seminarımızı ümumiləşdirəcəyik. Elə isə birinci istiqamətimizlə başlayaq. Təməl anlayışlara, savad təliminin konseptual əsaslarına diqqət yetirək və bunun niyə sadəcə əlifbanı tanımaqdan daha üstün bir məfhum olduğunu aydınlaşdıraq. Gəlin çox maraqlı bir anlayışa, erkən savadlılıq məfhumuna diqqət edək. Tədqiqatçı Mary Clay tərəfindən irəli sürülən bu konsepsiya bütün ənənəvi stereotipləri qırır. Niyə? Çünki bizə sübut edir ki, savadlılıq uşaq bağçaya və ya birinci sinfə gəldiyi gün möcüzəvi şəkildə başlayan bir proses deyil. Bu, uşağın doğulduğu andan etibarən başlayan, tamamilə davamlı və mürəkkəb bir kognitiv, yəni idrak prosesidir. Fikir verin, uşaq hələ danışa bilmir, amma anasının ona oxuduğu nağılı dinləyir, kitabdakı rəngli şəkillərə baxır, daha sonra əlinə karandaş alıb divarlara və ya kağıza müəyyən cızma-qaralar edir. Baxın, bütün bunlar savad təliminin qırılmaz ilkin pillələridir. Bizim bağçada müəllim olaraq əsas rolumuz nədir? Uşağın ailədən, meişətdən gətirdiyi bu təbii, xaotik marağı tutmaq və onu çox məqsədyönlü, sistemli bir təlim prosesinə çevirmək. Bəs erkən savadlılığın o güclü psixofizioloji əsasları nələrdən ibarətdir? Burada 4 əsas sütun var və mən istəyirəm birinci sütuna xüsusilə diqqət edək, şifahi nitq və lüğət ehtiyatı. Bu bizim tamamilə mütləq bazamızdır. Yəqin ki, öz təcrübənizdə də görmüsünüz, əgər uşağın zəngin, reseptiv, yəni anladığı və ekspressiv, yəni özünün ifadə edə bildiyi söz ehtiyatı yoxdursa, oxu prosesi sadəcə mexaniki səs çıxarmağa çevrilir. Uşaq sözü hecalayaraq oxuya bilər, amma lüğətində o söz yoxdursa, mətnin məzmununu qətiyyən dərk etməyəcək. Ona görə də nitq inkişafı olmadan savad təlimi sadəcə mümkün deyil. Digər 3 sütunumuz, fonoloji şuur, çap anlayışı və qrafomotor bacarıqları isə indi addım-addım təhlil edəcəyik. Və budur, gəlib çatdıq ən həssas məqamlardan birinə, oxuya hazırlıq prosesinə. Gəlin görək, uşağın beyni yazılı mətni necə qavrayır və öyrənmənin səsi dedikdə əslində nəyə nəzərdə tuturub? Məktəbəqədər dövrdə savad təliminin ürəyi məhz buradadır. Fonoloji şuur. Psixolingvistika bizə elmi olaraq çox net bir fakt təqdim edir. Uşağın fonoloji şuuru nə qədər güclüdürsə, onun gələcəkdə məktəbdə oxu uğuru da bir o qədər yüksək olacaq. Bu, ən güclü proqnozlaşdırıcı amildir. Biz çox vaxt oxumağı gözlə aparılan vizual bir proses kimi düşünürük, elə deyilmi? Amma əslində oxu gözlə deyil, qulaqla, səsi eşitməklə və o səsi beyində emal etməklə başlayır. Fonematik qavrayış, yəni uşağın ana dilindəki səsləri bir-birindən fərqləndirməsi, eşitməsi həll edici rol oynayır. Uşaq nitqin səs tərkibini dərk etmədən, sadəcə hərfi tanıyaraq effektiv və şuurlu oxucu ola bilməz. Yaxşı, dərs biz təlim prosesində bu fonoloji şuuru, bu fonematik qavrayışı necə formalaşdırmalıyıq? Pedagogika bizdən çox ciddi və iyerarxik bir ardıcıllıq tələb edir. Biz məşğələyə birbaşa, gəlin bugün A səsini öyrənək deyərək tək bir səsdən başlaya bilmərik. Bu, uşağın kognitiv sistemi üçün həddindən artıq mücərrəd və çətindir. Biz hər zaman tamdan hissəyə, yəni cümlədən başlamalıyıq. Əvvəlcə uşaq eşitdiyi cümlədəki sözlərin sayını əl çalmaqla, ritmlə tapır, o dərk edir ki, cümlə sözlərdən ibarətdir. Daha sonra həmin o bütöv sözləri hecalara bölməyə başlayırıq. Sonraki mərhələdə qulağı daha da həssaslaşdırmaq üçün qafiyələrlə işləyirik. Eyni səsləşən sözləri tapırıq. Məsələn, qar, nar, daş, baş və yalnız bu mərhələlərdən keçdikdən sonra uşağın beyni fonem analizinə, yəni sözün içindəki o tək, izolyasiya olunmuş ilk və ya son səsi tapmağa hazır olur. Baxın, bu analiz prosesi bitdikdən sonra isə artıq sintez başlayır. Biz səsi hərflə tanış edirik və geriyə doğru hərəkət edirik. Səs və hərf birləşib heca yaladır, hecalar sözləri, sözlərsə yenidən cümləni yaradır. Bu, səs, hərf, heca, söz, cümlə ardıcıllığının metodik əsasları qətiyyən pozulmamalıdır. Əks halda uşaq oxu mexanizmini şuurlu dərk etməyəcək və sadəcə əzbərləyəcək. Oxuya hazırlıq prosesi sadəcə səsləri dərk etməklə də bitmir. Digər çox vacib bir məqam çap anlayışıdır. Uşaq bir kitabı əlinə alanda onu düzgün tutmağı, bizim dilimizdə mətnin soldan sağa və yuxarıdan aşağıya oxunduğunu vizual olaraq anlamalıdır. Burada məkan istiqamətləri və vizual qavrayış məsələsi son dərəcə kritikdir. Təsəvvür edin, uşaq yuxarı, aşağı, sağ-sol məfhumlarını bədənində və məkanda dərk etmirsə, gələcəkdə B və D,
P və Q kimi hərfləri necə fərqləndirəcək? Sətri necə izləyəcək? Buna görə də məkan qavrayışı oxuya hazırlığın onurğa sütunlarından biridir. Eləcə də hekayə strukturunu anlamaq, uşaq bilməlidir ki, hər bir hadisənin bir başlanğıcı, inkişaf edən ortası və məntiqi sonu var. Bu qavrama tərzi uşağı gələcəkdə sadəcə hərfləri səsləndirən yox, oxuduğunu anlayan bir fərd kimi formalaşdırır. Oxuya hazırlıqdan danışdıq, indi isə keçək onun ayrılmaz ikiz qardaşına, yazıya hazırlıq mərhələsinə. Gəlin görək, cızmaqaradan simvollara gedən o maraqlı yol uşağın fizionomiyası ilə necə səsləşir. Bəzən valideynlər, bəzən isə gənc müəllimlər uşaqlardan hələ 3-4 yaşlarında tam səliqəli, çərçivədən çıxmayan hərflər, elementlər yazmağı tələb edirlər. Lakin neyrofiziologiya bizə tamamilə başqa bir gerçəklik deyir. Uşağın bilək sümükləri, barmaqlarındakı o incə motor əzələləri təxminən 5-6 yaşa, hətta bəzən 7 yaşa qədər tam sümükləşmir, tam formalaşmır. Yəni onların əlləri bioloji və fiziki olaraq o mürəkkəb xəttatlıq hərəkətlərinə hələ tab gətirə bilməz. Məhz buna görə məktəbə qədər dövrdə bizim əsas vəzifəmiz uşağa dəftərdə saatlarla hərf yazdırmaq deyil. Bizim məqsədimiz əl və barmaq hərəkətlərinin koordinasiyasını inkişaf etdirmək, göz-əl koordinasiyasını yaratmaq və kiçik motorikanı gücləndirən maraqlı hazırlıq məşğələləri, kəsmə, yapışdırma, plastilinlə işləmə kimi fəaliyyətlər həyata keçirməkdir. Biz uşağın əzələsini zorlamadan onu yazı prosesinə hazırlamalıyıq. Bu hazırlıq özü də çox təbii mərhələlərlə baş verir. 3-4 yaşında bir uşaq kağızda nəzarətsiz, böyük cızmaqaralar edəndə, əslində bu onun yazıya verdiyi ilk reaksiyadır. Sadəcə o, hələ yazı ilə rəsmin fərqini dərk etmir. 4-5 yaşlarına gəldikdə artıq o cızmaqaralar hərflərə bənzəyən şərti simvollara, uydurma yazılara çevrilir. Uşaq yazının ünsiyyət vasitəsi olduğunu anlamağa başlayır. Və nəhayət, 5-6 yaşda məktəbə hazırlıq qrupunda uşaqlarda tripod, yəni o məşhur üç barmaqla qələm tutuşu düzgün formalaşmağa başlayır. Məhz bu mərhələdə uşaq eşitdiyi səsi öyrəndiyi hərflə vizual əlaqələndirir və fonetik yazı cəhdləri edir, yəni eşitdiyi kimi yazmağa çalışır. Bu, savad təliminin çox böyük bir uğurudur. Təbii inkişaf mərhələlərini artıq bilirik. Amma gəlin etiraf edək ki, bəzən biz müəllimlər olaraq təlim prosesində bəzi ciddi metodik xətalara yol verə bilirik. 4-cü hissədə diqqətimizi məhz bu pedaqoji risklərə və ən əsası, onların necə aradan qaldırılacağına yönəldəcək. Təsəvvür edin ki, uşaqlara çox maraqlı bir mətn və ya nağıl oxumusunuz. Həmən sonra onlara nağılda neçə nəfər var idi? Hadisə harada oldu? Oğlanın paltarının rəngi nə idi kimi ancaq faktoloji, yəni reproduktiv suallar verirsiniz. Bu yanaşma uşağın bəlkə də qısa müddətli yaddaşını yoxlayır, ancaq onun bədii təfəkkürünü, tənqidi düşüncəsini və yaradıcılığını birmənalı şəkildə tormozlayır. Bunun əvəzinə biz müasir təlim üsullarına müraciət etməliyik. Açıq və tənqidi suallar verməliyik. Məsələn, əgər sən bu qəhrəmanın yerində olsaydın, o problemi necə həll edərdin? Səncə, hekayənin sonu başqa cür necə bitə bilərdi? Baxın, bu cür düzgün metodik yanaşma uşağı passiv, sadəcə informasiya qəbul edən dinləyicidən fəal düşünən, xəyal quran və empatiya bacarığı yüksək olan bir şəxsiyyətə çevirir. İndi isə bəlkə də savad təlimində buraxılan ən ağır metodik səhvlərdən birinə toxunmaq istəyirəm. Bir çox hallarda təəssüf ki, uşaqlara oxumağı öyrədərkən səsin özü yox, hərfin əlifbadakı adı öyrədilir. Yəni, biz səsə təmiz formada M demək əvəzinə ona M deyirik, K əvəzinə K, B əvəzinə B deyirik. Bunun fəsadı nədir? Uşaq heca sintezi etməyə, yəni səsləri birləşdirməyə çalışanda kitab sözünü K, I, T, A, B kimi yox, K, I, T, A, B olaraq beynində canlandırır. O heç vaxt, heç bir halda o səsləri birləşdirib tək bir söz yarada bilməyəcək. Çünki beyni tamamilə yanlış səs qəlibləri ilə doludur. Qızıl qaydamız budur. Biz uşaqlara hərfləri öyrədərkən mütləq və mütləq yalnız xalis, təmiz, arxasında heç bir sait uzanması olmayan qısa fonetik səsi öyrətməliyik. Uşaqların kitabdan və oxudan qaçmasının digər bir böyük səbəbi monotonluqdur. Şəkilsiz, uzun mətnlərin heç bir emosiya, heç bir vurğu olmadan eyni səs tonu ilə oxunması uşağın diqqətini dərhal dağıdır və oxumağa qarşı anında mənfi, aqressiv bir münasibət formalaşdırır. Bizim alternativimiz nədir? Multimodal nağıl etmə. Biz mətni uşağa çatdırarkən səs tonumuzla oynamalıyıq, obrazlara görə səsimizi dəyişməliyik, üz mimikalarımızdan, bədən dilimizdən, əlimizdəki kiçik cəlbedici rekvizitlərdən istifadə etməliyik. Ən əsası isə interaksiya yaratmalıyıq. Uşaqlara prosesin bir parçası olduqlarını hiss etdirməliyik. Məhz bu yanaşma kitabları olan o ömürlük sevgini yaradır. Nəzərə almalı olduğumuz başqa bir vacib məqam uşaqların fərdi öyrənmə üslublarıdır.
Bütün uşaqlardan mütləq eyni tempdə, eyni sürətlə hansısa mətni qavramağı və ya tapşırığı yerinə yetirməyi tələb etmək pedaqoji olaraq qətiyyən yol verilməzdi. Belə olan halda zəif qavrayan uşaqlarda dərin bir özünə inamsızlıq, sürətli öyrənən güclü uşaqlarda isə prosesə qarşı maraqsızlıq yaranır. Bəs çıxış yolumuz nədir? Fəaliyyətlərimizi mütləq diferensiallaşdırmaq. Eşidərək daha yaxşı anlayan audio uşaqlar, şəkilləri və rəngləri görərək öyrənən vizual uşaqlar və hərəkət etmədən, toxunmadan öyrənə bilməyən kinestetik uşaqlar üçün fərqli yanaşmalarımız olmalıdır. Eyni mövzunu müxtəlif vasitələrlə təqdim etməyi bacarmalıyıq. Məhz bu nöqtədə düzgün qiymətləndirmə yanaşmaları, xüsusilə də məktəbə qədər dövrdə inkişafı izləyən formativ müşahidə metodları bizim ən böyük köməkçimiz olur. Biz hər bir uşağın inkişaf dinamikasını gündəlik izləyib, tapşırıqların ağırlığını məhz onların fərdi ehtiyaclarına uyğun tam zamanında tənzimləməliyik. Yavaş-yavaş seminarımızın sona əsas istiqamətinə gəlib çatırıq. Təlimin evə daşınması, ailə savadlılığı və bütün deyilənlərin yekun nəticəsi. Hər birimiz çox yaxşı bilirik ki, heç bir keyfiyyətli təlim prosesi yalnız məktəbə qədər müəssisənin divarları arasında məhdudlaşa bilməz. Valideynlər bu prosesin ayrılmaz tərəfdaşı olmalıdırlar. Tədqiqatlar dəfələrlə sübut edib ki, ailə ilə sıx əməkdaşlıq, evdə qurulan sağlam savadlılıq mühiti uşağın həm dili, həm də oxunu mənimsəmə sürətinə inanılmaz dərəcədə müsbət təsir edir. Ancaq burada bir incəlik var. Biz valideynləri yükləməməliyik. Onlara mürəkkəb, akademik, pedaqoji terminlərlə dolu tapşırıqlar vermək əks effekt yaradır. Onlara asan, əyləncəli və praktiki yollar göstərməliyik. Məsələn, təcrübədə çox uğurla sınaqdan çıxmış gəzən kitabça layihəsi var. Uşaq həftə sonu evə kiçik bir çanta aparır. Çantanın içində sadə bir bədii kitab, nağıl qəhrəmanının maskası və valideynə kömək edəcək bir-iki sual kartı olur. Valideyn və uşaq o kitabı birlikdə oxuyub səhnələşdirirlər. Və ya başqa bir sadə metod, mətbəxdə savad təlimi. Biz valideynə deyirik ki, axşam yemək bişirərkən sadəcə uşaqdan soğanın, kartofun və ya qabın adındakı ilk səsi tapmasını, sözləri hecalamasını istəsin. Bu, valideyndən xüsusi bir müəllimlik bacarığı, pedaqoji savad tələb etmir. Lakin uşağın öyrəndiklərini mütəmadi olaraq təkrar etməsi və inkişafı üçün əvəzsiz bir dəstəkdir. Dəyərli həmkarlar, bugün danışdığımız bütün bu metodlar, proseslər və mərhələlər əslində çox möhtəşəm bir səbəb-nəticə zənciri yaradır. Bəzən kənardan çox sadə, sadəcə bir oyun kimi görünən erkən fəaliyyətlər, məsələn, barmaq oyunları oynamaq, qumda, gildə nəsə düzəltmək, əslində uşaqların sensor-motor koordinasiyasını inkişaf etdirir. Bunun nəticəsi isə illər sonra uşağın məktəbdə yorulmadan, ağrısız, düzgün və estetik yazı bacarığı nümayiş etdirməsidir. Və ya bağçada etdiyimiz o sadə səs oyunları, qafiyə tapmaq yarışları əslində uşağın beynində çox güclü bir fonematik şuur mexanizmi yaradır. Bu da gələcəkdə həmin uşağın mətnləri sürətli, şuurlu və orfoqrafik cəhətdən tam səhvsiz oxuması üçün sarsılmaz bir təməl formalaşdırır. Bu qırılmaz zəncir bizə birmənalı şəkildə sübut edir ki, məktəbə hazırlıq prosesində savad təlimi heç də sadəcə quru bir fən, əzbərçilik deyil, bu uşağın hərtərəfli idrak inkişafının, beyin inkişafının əsas açarlarından biridir. Əziz müəllimlər, fikirlərimizi ümumiləşdirərək qeyd etmək istəyirəm ki, bizim tədris etdiyimiz bu üç böyük sahə bəlkə də proqramda fərqli-fərqli istiqamətlər kimi görünə bilər, amma əslində onlar uşağın beynində bir-biri ilə ayrılmaz şəkildə sıx bağlıdırlar və biri digərini qidalandırır. Beləliklə, məktəbə qədər təhsil dövründə nitqin inkişafı, bədii təfəkkürün inkişafı və savad təliminin inkişafı bir-birindən ayrı deyil, vahid inkişaf sisteminin tərkib hissələridir. Bu istiqamətlərin düzgün planlaşdırılması və məqsədyönlü tətbiqi uşaqların məktəbə hazırlığını, idrak inkişafını, yaradıcılıq potensialını və gələcək təlim uğurlarını dəstəkləyir. Diqqətinizə və fəal iştirakınıza görə təşəkkür edir, hər birinizə peşə fəaliyyətinizdə uğurlar arzuluyuram.